Hər vaxtınız xeyir Sport Info TV izləyiciləri, hər birinizi xoş gördük. Mən Elçin Cəfərov yeni video ilə qarşınızdayım. Həmişə olduğu kimi bu dəfə də videomuza keçməmişdən öncə Sport Info TV'nin YouTube kanalına abunə olmağı və izlədiyiniz videoları bəyənməyi sizdən xahiş edirik. Bəli əziz dostlar, bugünkü videom nə ilə bağlıdır? Bildiyiniz kimi bu günlərdə Turan Tovuzun Kürdaxanda yerləşən təlim məşq bazasının açılışı oldu. Həqiqətən Turan Tovuzu son illərdə xüsusilə Ehtiram Quliyev komandaya rəhbər təyin olunandan sonra, prezident seçiləndən sonra, idarə heyətinin rəhbəri olduqdan sonra bir sözlə komandada yüksəliş artmaqdadır. Komanda nəinki meydanda hələ ki o arzulanan, istənilən futbol təbii ki olmasa belə, amma klubun maddi texniki bazasının inkişaf elətdirməyi istiqamətində çox mühüm addımlar atır. Ehtiram Quliyev kimi futbol adamları Azərbaycan futboluna çox lazımdır. İş adamları futbola nəfəs verməyə Ehtiram Quliyev kimi adamlardan nümunə götürməlidirlər. Mən şəxsən bu subyektiv fikrimdir və əslində ümumiyyətlə bu cür yanaşmalar olduqda perspektivdə də çox önəmli addımların atılacağının anonsunu verir. Əslində bu cür görülən işlərlə, yəni Ehtiram Quliyevi alqışlayırıq. Futbola verdiyi dəstək fonunda daim biz də dəstək nümayiş elətdirməyə çalışırıq. Qalır meydanda görülən işlər, o da zamanla öz həllini tapa bilər. Amma mənim diqqətimi cəlb edən bu açılış mərasimində əsas məsələ nə AFFA, nə də Peşəkar Futbol Liqasının rəhbərliyində təmsil olunan şəxslərin yer almamasıdır. Xüsusilə bunu diqqətimi cəlb eləyib. Ümumiyyətlə, yəni futbol elə bir sferadır ki, burada nələrsə gördükdə gərək kənar təsirlərə göstərilən diqqət də çox önəmlidir. Bu da diqqət mərkəzində yer alır. Yəni nə? Yəni ən azından bu açılış mərasiminə AFFA-dan və PFL rəhbərliyindən kimlərsə olmalıydı. Yəni ən azından protokol qaydalarına riayət olunmalıdır. Yəni gələcəkdə, yəni bu mənim subyektiv fikrimdir, futbolda da yer alır, Azərbaycan futboludur bura. Yəni hər hansı bir hakim səhvində yenidən aləm bir-birinə dəysə, bu cür unutqanlıqlar da analoji hadisələrə bilavasitə təsir edən amillərdəndir. Bunu unutmayaq. Bu da mənim bir jurnalist olaraq, aparıcı ekspert olaraq futbol sahəsində mənim cənab Ehtiram Quliyevə bir tövsiyəmdir. Yəni ən azından, yəni çünki bu cür amillər Azərbaycan futbolunda, biz illərdir Azərbaycan futbolunun içərisindəyik. Bu cür amillər çox ciddi formada klubun inkişafına təsir göstərir. Məncə atılan bu addımlar fonunda AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyinin bu açılış mərasimində təmsil olunan şəxslər sırasında yer almaması mənfi hal kimi dəyərləndirməlidir. Məhz bir jurnalist olaraq bir xatırlatma eləyirəm Ehtiram Quliyevə, Turan Tovuz klubu rəhbərliyinə, sponsorlardan. Hələlik.